UFC Qatar başa çatdı. Çox maraqlı döyüşlər oldu. Nə qədər key olar qardaş bir kartda. Hətta mən aramızda bir kiçik söhbət də oldu ki, bu döyüş adam pul vermək istəyir. Yes. Pay-per-view olmadığı üçün də yəni. Yes. Nə düşündün bir ümumi gecəni, gecə də deyildi əslində, amma gecə idi actually. Hə, bizim üçün ilk dəfə bizim üçün həqiqətən gecə idi və çox maraqlı keçdi. Buyur. Hardan başlayaq, harda qutaraq? Biz dünən bir söhbət elədik ki, bunu danışarıq sabah. Yadındadır o söhbət? Söhbət də yadımdadır. Nə idi? Muay Thai-da niyə gündə dalaşırlar, amma ki MMA-də yes, hə, onu elə main eventi danışanda əridərik. Yes. Main kartdakı 6 fightdan 5 dənəsi finishə getdi və 5-nin də çoxu birinci round. Yes, actually. 3 dənəsi birinci roundda finish olub. 5 fightın. Çox sıx idi. Və ondan da əvvələ gedəndə, yəni o birisi preliminary kartda da 3-4 dənə finish olan fight var. Prelimlərdən başlasaq, orada sürətli cover eləməli olduğumuz, mənə belə gəlir ki, əsas 2 döyüş var bizləri maraqlandıran. Aksu Almabayevlə Alex Perez var. O bizləri maraqlandıranlardan deyil. Sadəcə olaraq bizi izləyən Qazax, Qırğız, Mərkəzi Asiyalı tamaşaçılarımız üçün onları təbrik edirik ki, Aksu Almabayev o belə qəşəng takedown girirdi Alex Perez. Tagirlə? Yox, Alex Perez. Alex Perez. Aksu tullandı, takedownunda tullandı, onu ayaq üstə gilyotinə saldı, boğdu. Aksu baş aşağı vəziyyətdə o idi. Yes. Axırıncı dəfə Manel Kapa məğlub olub. UFC-də səhv eləmirəmsə. Masvidalın da elə bir məğlubiyyəti var, eyni o çoxla, baş aşağı triangle çoxla. Məncə o dediyin inverted triangle-dır. Bu ondan deyildi ki. Bu standing gilyotin idi. Standing amma necə rəqib buna takedown girəndə götürdü, sonra Dustin Poirier tullanır cəmaata takedownda. Tullandı amma özü yerə yıxılmadı. Rəqibin elə qucağındaca boğdu. Bildim, Amma bir dənə də elə o birisindən olub, deyəsən. O birisindən burada inverted triangle. I don't remember actually. Let me check. Mən qabağıma çıxdı. Bəlkə bundan deyilmiş. Anyways. No, Masvidalda 2009-da bir dənə elə məğlub olmuşdu. Deməli, səsin necə çıxıb? Qəşəng çıxıb. Bu gün özün qırxmısan, Özüm qırxmamışam. Bu dəfə özüm qırxmadım, bərbərə qırxdırdım. Clean? Pretty clean, yes. Ağardı amma. Yes. Teymur qardaş mənim bərbərimdə özün olmusan orada. Sən idin, xəyal olub, xəyal. Bir dəfə mənə qayıtdı ki, saçların yaman ağarıb. İndiyə kimi gözümün qabağındadır. Özdə davamlı getdiyim adamdır da, yəni 2 ildir, 3 ildir onun yanına gedirəm. Bir gün mənə qayıtdı ki, elə çox yaxın bir ayın söhbətidir ki, saçın nə sürətlə ağardı. Dedim, Teymur, o dəftəri açma. Nəysə. Umar uduzandan. Əmələ qarıb amma yanlara, Yanları alıb, ağarıb yox. Sən ağarıb demədin? İkisi də olub və yanları əməli alıb. Məncə ağarma, yandan başlayır o heç, amma burada belə yuxarı. Təpəlim var burada. Yes. Təpə bilsən nədir? İnək zət bala olanda burasında ağ şey olur. Bizdə elə deyirlər. Biz elə inəyin balasını adı qoymuşduq belə, amma onu saçını adı verməmişdik. Nəysə, saç ağarır da, o da bir, mənim bir dayım var, Allah bütün dayıların canını sağ eləsin. Amin Allah. Onda ağarma deyil, saçı tökülürdü. Soruşanda ki, bəs saçın tökülür də, nə vaxt necə olacaq bu işlər? Deyir ki, axmaq tüklər ağıllı başı tərk eləyir. Yəni bu, indi... Boşuna daya olmayıb da. Həqiqətən. Nəysə, getdik? Yes. Getdik deyəndə davam. Yes. Sonra biraz haşiyəyə. Asu üçün nə var? Mən Asunu niyə ümumiyyətcə vurğuladım? Asunun son məğlubiyyəti və UFC-də səhv eləmirəmsə ilk məğlubiyyəti, onu danışa da çək eləyirəm. Manel Kapa qarşı olub, 8 nömrədir hal-hazırda Asu. Yes, UFC-də yeganə məğlubiyyəti elə Manel Kapdı. Bundan əvvəl çox cavanlıqda, deməli 2017-ci ildə karyerasına 5-ci döyüşə çıxarkən Fight Nights Globalda Tagir Ulanbekova da məğlub olmuşdu. Və bir dənə də bizim üçün belə qəribə bir fakt, Mehman Mamedova məğlub olmuşdu. Nə danışsan? Mehman Mamedov da son NZF-də döyüşdü. 38 yaşında gəldi, qələbəsini qazandı, amma Mehman bir qədər artıq karyerasını tamamlamaq üzrə gedir də, yəqin ki. İndi NZF qələbəsi ona necə təsir eləyər bilmirik, amma yəni 3 nəfər məğlub edib uzun sözün qısası Asu Almabayev indiyə qədər. Biri Tagirdir, biri Manel Kapdı, biri bizim Mehman Mamedovdur. Qəribə fakt deyil. Çox qəribə. 8 nömrədir bu dəqiqə flyweight-də. Interesting. Sabah hətta qalxa da bilər. Asu üçün nədir gələcəkdəki fight? Mənə biraz o maraqlıdır. Özdə Manel Kapa da düzdür knockout oldu, amma necə knockout oldu? IPOK-a hakim fikir vermədi. Birinci IPOK oldu, bu
time out götürdü, hakim buna vaxt verdi o yan bu yan. İkinci dəfə yenə bir şeylər orada. Bir şeylər qırğın edir. Əziz tamaşaçılar, Passage Gangs səhifəsini izləmənizi tövsiyə edirəm. İkinci time-outda yenə gözünə girdi də, barmaq girdi. Asu belə əlini elədi ki, qardaş gözə barmaq. Hakim vecini almadı, Manuel Kapta gəldi, bunu knockout elədi. Sonra təkrar göstərdilər ki, gözünə barmaq girdi. Həqiqətən giribmiş, hə? Yəni bu məncə Asu üçün yaxşı bir arqument olacaq, sağ olsun ki, yəni I'm actually undefeated in UFC, stuff like that. Yəni çox üzr istəyirəm, studiyamıza zəng var. Alo. Alo. Sağ ol, sən necəsən? Şəkil atmışdım dönən qrupa. Yes. Bir də əsas o birisində logic model qurmaq lazımdır. Orada Theory of Change deyə bir şey var. YouTube-da bir dənə, yəni sən ataram bir video. Ataram, baxarsan. Öz assignmentimizdə ataram, baxarsan istəyirsən. Yaxşı. Bye. tamaşaçılardır. Fanatlardır. Hə. İndi mənə elə gəlir ki, Asu bir döyüşlə demək olar ki, çıxa bilər. Artıq kəmər döyüşündən çıxa bilər. Flyweight-in vəziyyətini danışarıq. Çünki yenə döyüş var Flyweight-dən danışacağımız. Ondan başqa bizləri maraqlandıran bir döyüş daha bantamweight-də həyata keçdi. Aleksandr Topuria bizə göstərdi ki, gözlədiyimiz səviyyədə deyilmiş. Düzdür, decision-la qalib gəldi. Amma gözlədiyimiz səviyyə də sən dediyin kimi idi, biraz ki, bu o deyil də. Yəni. Hə, yox idi. O Topuria deyil. Tamaşaçıların gözlədiyi səviyyədə deyilmiş. Çünki ona danışdıq ki, he's more of a like sparring partner. Yes. Normal Topuria'ya ikisi qardaşına sparring partnerliyi eləyir. Bizim izləyən böyük qardaş tamaşaçılarımız başa düşərlər ki, həyatını qoyursan balacanın yolunda belə şeylər eləyir. Hamısına buradan salam. Böyük qardaşlara can sağlığı, kiçiklərə də hörmət. Bu belə, amma yəni Topuria'nın belə baxanda boksu əslində yerində idi, amma o biri Topuria kimi yerində deyil idi. Onu yəqin ki, yox, qətiyyən, it's not even close. Close. Amma not even close. Məncə technical cəhətdən close idi. Prosto ki, biraz da weight-in verdiyi bir dezavantaj vardı oradakı. Bantamweight-də olanda əlində İlya kimi deadly power olmur axı. Yes. Weight aşağı düşdükcə Inoue-də də onu eləyən ki, şata yatızdırsın, o boxingdədir. Hə, yəni bantamweight-də biraz çətindir elə bir şey və elə normalda da onsuz da İlyanın da əlində o power olmasa, İlya da decision-wise onsuz da rəqibləri çox üstələmir əslində. Bəli. İlyanın knockout eləmədiyi roundlara fikir versən, məsələn, Volkanovskiyə uduzmuşdu məsəl üçün. Yəni belə point fighting-də İlya qabaqda olmur axı onsuz da. Ya birinci rounddan knockout eləyir, görmürük, ya elə bir şey olur, o heç. Yes. Hə, eləməyəndə də yəni point olaraq İlya indi udmağına, amma Josh Emmett udub. Josh Emmett udmayıb, məhv eləyib. Yusuf Zalala əslində bir raundu məğlub oldu. Əslində deyəndə yəni hakimlər də elə belə. Bir raundu məğlub olmuşdu. Yəni ki, yaxın. Sonra o biri uşağın adı nə idi? İlyanı knockdown elədiyi Hakiklə. Jai Herbert, yes. Ona da raundu məğlub oldu. Yəni İlya da onsuz da knockout eləməyəndə çətinlik çəkir. Yes. Amma bir şey demək istəyirəm ki, mənə elə gəlir ki, o raundların bir şeyinə baxsaq, adətən birinci raund olar onlar. Amma 2-yə 3-ə onsuz qalmır da İlyanın döyüşdə. 2-də knockout olur onsuz. Demək istəyirəm ki. Yes. Çünki onlar əvvəldə biraz boks məntiqindən başlayırlar deyə, yavaş. Hə, Petryan kimi. Yes. Onu. Elə bu da birinci raund çox şey atmadı, sonra nə bilim, yavaş-yavaş əlləri açılır da bunların. Hə, o oxuyub ona uyğun qərar verir axı. Yes, amma Topuria o deyil yəni. Hansı çəkidir Topuria? Bantamweight-dir. Güləşi yaxşıdır, amma məsələn kontrolu elə də yaxşı səviyyədə deyildi əslində. Yes. Güləş deyəndə yəni onlar Greco-Roman wrestling-dən gəlirlər, Yunan-Roma güləşindən. Bəli. Oradan gəlirlər. Ona görə bir throw-su falan da var idi. Yenə əslində bir highlight throw elədi. Judo throw elədi qəşəng. I think daha çox Greco-Romana yaxın idi o məncə. Çünki bilsən niyə? O başından tutaraq elədi.
Bombasını qoydu, başını qoydu. Judoda biraz buradan tutursan. Judo daha ayağını da işlətməlisən də orada Troy üçün. Okay. Rəqibin ayağına da patlaşma. Bu Ronda Rousey'nin də belə şeyləri var idi, atırdı belə. Amma ona judo throw deyirdik. Onda judo idi, amma o ayağını daha çox istifadə edirdi. Mənə necə gəldi orada? Orada əsas gücü rəqibin başından tutub elə bir daha çox Pedroya yaxın idi, nəinki judo throw-ya. Elə güləşdəki Pedroya daha çox yaxın idi. Ona görə deyirəm. Və Greco-Romanda da judo hərəkətini sən bilərsən. Ishuri geri. Ay sağ ol. Dilimin ucunda. Probably, yes. Və nəysə belə, Topuria üçün nə var gələcəkdə? Qardaşına dəstək. Qardaşına dəstək var. Bir də mənə diqqətimi çəkdi döyüş boyunca. Deməli, Aleksandrədə mən şeyi görmədim. İkinci, üçüncü raundda, düzdür, üçüncü raund qəşəng bir-iki dəfə klip elədi rəqibi. Yaxşı özdə 3 idi ya 2-nin axırındaydı, belə yaxşı tutuzdu və az qalan 2 dənə dalbadal knockdown kimi bir stan oldu. Orada üstünə gəlmədi, aqressiv davam eləmədi birinci. Amma nəyi demək istəyirəm, o İlyada oxuyub roundlar keçdikcə çox daha dominantlığa keçmək var ha. Bunda o yox idi. Məncə bunun da səbəbi nə idi açığı? İlyanın kornerində bu var, bunun kornerində amma İlya var. Məncə ola bilər ki, bilmirəm ha, amma İlyanın öz intervyularından diqqət elədiyim qədərilə ola bilər ki, bu məşqçi kimi daha yaxşıdır İlyadan. Çünki İlya həmişə deyir ki, Volkla deyir döyüşürdüm, birinci raunda əziyyət çəkirdim, ikinci raundda dedi ki, nə bilim, Volkun addımlaması belədir, elədir, Qaqa burada bunu elə əmələ gələr, yes. Max Holloway da deyir ki, birinci raund döyüşdüm, sonra qayıtdı ki, Max dedi, hər dəfə sən bunu elə sən cəb atandan sonra, yox, dedi ki, ayaqlarına işlə, bu ayaqlarına vurandan sonra çox tez-tez switch stance eləyir. Round arasında buna qayıdıb deyib ki, switch stance elədiyi vaxtda straight at. Knockout da elə başlayır. Yəni bu ola bilər ki, İlyadan daha yaxşı oxumaq qabiliyyətinə sahibdir. Qıraqdan döyüşü oxumaq qabiliyyətinə sahibdir. İndi oraları bilmirik, just guessing. Amma özünə görə dalaşır, başını qatır da, yəni. Behzad yəni zəif bir rəqib deyil bu arada. Top 15-də var. Almaxan yoxdur bildiyim qədərilə, amma good reason yoxdur. Almaxana qanqaraçı rəqiblər verirlər. Umarla dalaş baxınız da, yəni. Bundan əvvəlki axırıncıdırmı bilmirəm, amma yəni birinci döyüşü idi deyəsən Umarla olan. Onun ola bilər ilk döyüşü. UFC-yə gələn kimi Umarı veriblər. Sonra Brad Katonanı veriblər, knockout eləyib, indi də Topuriyanı veriblər. Oyda daha ilə dalaşıb elə bilər. Biraz çət. Hətta Brad Katona da bu arada, yəni rəngdə falan idi cavanlıqda. Nəysə, ondan sonraki döyüşləri keçirik və gəlirik prelimdə bizə Topuriyanın gələcəyi nədir deyirsən? Qardaşına dəstək? Valla mən elə görürəm. Qalxar biraz. Maksimum rəng ilk 15 olar, yəni 10-15 arası. Yəni belə biraz yaxşı rəqib seçsələr yavaş-yavaş qalxa da bilər. Çox wrestler zad olmasa. Çünki ayaq üstə mənə xoşuma gəldi. Çıxıb əvvəl 1-2 dənə yumruq yedi Qaqaşdan, uppercut zat yedi. Amma çox 2 dəqiqə yarım sonra onların heç birini yemədi, yəni. Yox, bu arada qalxardı. Yəni əslində technically wrestler olsa da problem olmaz məncə onun üçün. Əgər o çəkidə də elə wrestler də yox deyə heç ki, yəni Merab var da, yəni o heç zaman. Yəni yerə alıb yerdə həmişə saxlaya bilən, yaxşı kontrol edən wrestler də yoxdur. Məncə ona narahat rəqib əksinə yaxşı strikerdir, nəinki yaxşı wrestler. Məncə o wrestlingdə özünü daha rahat hiss eləyir, nəinki strikingdə actually. Yəni nə mənada strikingində daha çox boşluq var. Başa düşdüm. Yəni ona bir mən açıq fikirləşirəm ki, yəni qabağa gedər yəni. Mənə elə gəlir ki, Tito Vera kimi bir rəqib yerə alıb saxlaya bilməsə udacaq. Onu demək istəyirəm. Elə deyirsən. Yaxşı striker saxlaya bilməsə. Çünki volume çox az atır, amma həddindən artıq az atır. Tito Vera məsələn onu yaxşı example. Okay, davam. Və digər bir bizi maraqlandıran prelimdəki bizi maraqlandıran son döyüş Abdurrahman Yahyayev Rafael Cerqueiranı 32 saniyə içində submission-la məğlub elədi. Dana White Contender Series-də də rəqibini 30 saniyəyə məğlub eləmişdi knockout-la. İndi bənzər özü, yəni orada da necə submission-dan elədi? Drop elədi. Submission deyil idi də, yəni position submission deyil idi. Real neck choke elədi o heç. Amma yəni güləşinə görə yox. Dana White-da da drop elədi, sonra yerə yıxdı punches-lə elə bir hakim saxladı TKO. Burada da drop elədi, yerə yıxdı punches, rəqib bəsini verdi boğdu. Abdurrahman Yahyayev, Rafael Cerqueiran. Zərbələrdən sonra 33 saniyə rəqib arxasını verdi və o da boğdu da, yəni.
Əsas Yahya mənə striker kimi gəlir, nəinki yəni wrestler tipində. Bursada məşq eləyirdi, artıq İstanbulda məşq eləyir. Deməli, belə bir şey orada mənim diqqətimi nə çəkdi? Bursada yəqin fikri çox dağılır. Bursa çox, gedən tamaşaçılarımız bilər ki, Bursa çox əyləncəli şəhərdir. Gedirsən, bilmirsən, yatasan, bilmirsən, durasan, evdə oturasan, nə edirsən da belə. Və Bursalıların bir Bursa sevgisi var. Mən o işdə başa. Deyirəm ki, Bursa is boring as hell da yəni. Qayıdırdılar ki, ayağa Bursa ilə. Bursa anlatılmaz yaşam. Sən bilmirsən. Bütün downtown'u gəzdik biz bir tamaşaçımızla. Heç nə tapanmadik downtown'da. Oturub çörək yeməyə. Bəs nədir onlar? Onu çörək yemirlər də, onlar yəqin. İskəndər yeyirlər ancaq. Hər gün duble İskəndər. Hər gün. İskəndərin öz obyektinə getdik. Həmin o İskəndər müəllimin nəvələrinin işlətdiyi obyekt. Yaxşı deyil. Yəni də expectation çox yuxarı idi, gördük İskəndər. Bizə də İskəndər. İskəndər də. Deməli bu Yahyayevin həmin qələbəsində mən bu baxdığın Dana White idi. Yes, gördüm. O qələbədə nə xoşuma gəldi? Həmin o 33 saniyə içində hər şeyi göstərdi Yahyayev bizə. Deməli birinci dizlə rəqibi yüngül stun elədi. Stun idi, nəysə də klip elədi. İncitdi. Ardından sol sağ kombinasyon atdı. Rəqib belə daldala gedib qardın salan kimi də high kick atdı. Və bütün bu şeylərə də spinning wheel kickdən sonra başlamışdı. Fight başlayan kimi spinning wheel elədi. Məsafə bağlandı, diz atdı. Sol sağ, high kick, drop. Dropdan sonra ground punches, arxasını verdi, rear naked. Yəni ki, nə etməli idi, ölməli idi. Hələ bir dənə throw qaldı, triangle qaldı, belə. Belə yəni. MMA üçün hər şeyi göstərdi bizə. 25 yaşı var. Gələcəyi parlaq. Məncə complete bir fighterdır. Artıq mənə elə gəlir ki, biraz ciddi rəqib vermək lazımdır. Çox ciddi olmasa da olar ha. Amma bir sənəcə ciddi. İlk 15-də olmayan, amma 15-ə girməyə namizəd kimi bir uşaq vermək lazımdır ona light heavyweight-dən. Ardından da ilk 15, sonra bir dənə də sonra kəmər. Light heavyweight-də adam yoxdur, ona görə deyirəm belə. Adam yoxdur da 5 dənə qələbədən sonra kəmər versinlər də, yəni adam olmayan bu weightdə. Böyük namizəddir məncə. 1-2 ilə belta çıxa bilər yəni. I think so. İndi hələm wrestlingin görməmişik, strikingdə də ciddi rəqiblərlə sınanmayıb, amma biz də onu deyirik ki, sınansın da yəni. Yahyayevin şanslarını siz necə dəyərləndirirsiniz? Və istər-istəməz adından da adamı bir Abdurrahman Yahyayev deyirsən də döyüşər də bu yəni. Yes. Mən içməyim, bu döyüşməsin, kim döyüşsün. Yes. Okey. Belə, keçməmiş bir də şeyi mention eləyək. Paddy'nin dostu, qardaşı, canı ciyəri Luke Riley. Gözəl bitirdi. 11-0'lıq bir karyerası var idi, səhv eləmirəmsə. Undefeated idi yəni. Bogdan qaradı ikinci raundun 30 saniyəsi. Baxaq görək, 30 saniyəymiş. 30 saniyəsində dəyməyən cəbin ardından, cəbi idi, straight idi, bir dənə belə düz bir dəyməyən şatın ardından hookla. Sonraki dəydi yəni. Hookla knockout elədi. Paddy çox sevindi. Paddy həddən artıq sevindi ki, ta ki vaxta qədər, main eventə qədər Paddy çox sevincli idi. Yes. Main event demişkən main karta keçək. Yox? Keçək. Main kartda biz Asu Almabayev və Alex Perezlə söhbət açmağımızın bir səbəbi var idi flyweight-dən danışmağımızın. Çünki main kartda flyweight-də yeni bir kəmər iddiaçısı ortaya çıxdı. Bəli. Və onun adı? Kyoji Horiguchi. Bəli. Bunu daimi MMA izləyiciləri, MMA Conor Khabibdən daha əvvəl, qoy cəmaatı biraz əzizləyək. Conor Khabibdən daha əvvəldən UFC-ni izləyən tamaşaçılarımız Kyoji Horiguchi-ni yaxşı tanıyarlar. Biz belə qiyabı tanıyarlar. Biz sonradan başlamışıq. Biz Masvidal Usmandan sonra tamamilə əlaqəsiz bir fight. O foot stamplardan sonra başlamışıq. Yes. Biz gördük ki, bu şey yoxdursa, calf kick yoxdursa baxmırıq biz. Deməli, Kyoji Horiguchi zamanında UFC-də 7-1 idi. Keçən dəfəki verişdə demişdi. 7-1 idi. Yeganə məğlubiyyəti Demetrius DJ Mighty Mouse Johnsona qarşı idi. Greatest pound for pound fighter of all time. Ona qarşı idi və necə məğlub olmuşdu? Hələ də UFC tarixinin, UFC tarixinin ən gec finish idi. 5-ci round 4:59. Sonra onu hansı finish keçdi? 5-ci round 5:00 ilə
Max Holloway, Justin Gaethje. Ay, necə keçdi özdə, ha. UFC O özdə arın var idi amma. Ha. Crazy idi o da. 4.59-da təpələdi yəni. Wow. Amma udmurdu onsuz da. Ha. Yəni DJ decision odası dördü onsuz da. Deyəndə. Horiguchi burada məncə göstərdi ki, səviyyə fərqi çox böyükdür. Yəni Tagir heç mübarizə apara bilmədi. Birinci raund nisbətən yaxın idi, amma o elə bayaq danışdığımız məsələ, yəni tanışdıq idi deyə yaxın idi. Horiguchi də biraz oxumaq istəyirdi ki, Tagir nə edir. Tagir də yəqin ki, var gücü ilə döyüşürdü. Yes. Stuff like that, amma Pis günə qoydu Tagirə. Hə, heç şans vermədi Tagirə. Horiguchi-dən mənim açığı, mən indi köhsən verişi açıb tamaşaçılar deyər ki, o elə demişdin. Bilmirəm, Tagir udacaq demişdim, Horiguchi-də kim udacaq demişdim, yadımda deyil, amma ikisini də kreditini vermişdim. Amma Horiguchi səviyyə olaraq Tagirdən çox yaxşıdır. Bunu bilirdik, bunu qeyd eləmişik. Amma orada məsələ ondan ibarət idi ki, Horiguchi-nin artıq 35 yaşı var. Horiguchi bir daha qeyd eləyirəm ki, alnından silə bilməyəcəyi 2 ləkəsi var onun. Kaya Sakuraya və Pachimiksə məğlub olub. Bu iki məğlubiyyətdən sonra mən sorğuluyurdum ki, onlara məğlub olubsa düşmüş olar Horiguchi. 35 yaşı var, Kaya Sakuraya uduzursan, udub həm də Kaya Sakuranı o heç. Pachimiksə uduzursan, ümumiyyətcə onun məncə bağışlanası tərəfi yoxdur. Bəsdir. Orada deyirdim ki, ola bilər ki, bu çox düşüb yəqin. Amma çox düşməyibmiş. Yaxşı da ingiliscə danışır. Çox. Post-fight'da danışdı. Dedi ki, let's do business. Let's do business. Temada başa düşür çox. Yes. Ki, deyir, business, Pantoyanı verin sən zada çörək qazanaq. Mənasında Pantoya ilə də döyüşsə məncə kompetitiv bir şey ortaya qoya bilər. Pantoyanın da 35 yaşı var. Yes. Yəni zəif rəqib deyil. Ümumiyyətcə zamanında UFC-də döyüşsəydi böyük ehtimalla, yəni UFC-dən getməsəydi böyük ehtimalla kəmər də alardı UFC-də DJ gedəndən sonra. Yəni çox yüksək səviyyəli bir döyüşçüdür. Tagiri necə utdu? Bilmirəm, danışmağa ona ehtiyac var ya. Hər şey elədi tutdu da yəni. Yes. Nə bilim, stun elədi, sonra Tagiri, body shot atdı, body kick atdı, dalsıca nə bilim yıxdı yerdə döydü. Şeyə saldı, Tagir təp eləmədi. Bir dənə Tagirin highlight oydu ki, təp eləmədi. Close slip elədi, getdi. Tagirə bundan sonra nə? Tagir məncə bundan sonra biraz journeyman. Hə. Horiguchi isə açığı mənə elə gəlir ki, direct title shot alacaq. Doğrudan. Niyə elə gəlir? Çünki həm adam yoxdur. Adam yoxdur. Bir şey ki, bunlar Asakuranı birbaşa title shot'a gətirdilər. Özdə götürüb Gündoğar ölkədən gətiriblər. Məqsəd nə idi? Gündoğar ölkənin cəmaatını UFC-yə qazandırmaq. Bir də var da burada. Burada Horiguchi var, bir də yoxla. Yes. Məncə odur. Vallahi o yəni ki, o yan bir yanını görmürəm. Bu döyüş keçək də dayı. Horiguchi'yə başarılar, Pantoya'na gözləyirik. Pantoya Van'ı utsa, çətin döyüş olacaq. O barədə də danışaq. O barədə We should do that, no? Yes. Amma bir həftə, 2 həftəyə danışaq. 2 həftədə o döyüşdən əvvəl danışarıq. Heavyweight. Gəldi heavyweight. Heavyweight-ə gəldi. Hələ prelimdəyik. Yox, main card-dayım. Heavyweight-də növbəti döyüşdə burada hər şeyi cover eləməlidir ya məncə yeri gəlmişkən. Bunları sürətli keçə bilərik. Valdo Cortez Acosta. Yes. Şamil Qaziyevi deməli knockout elədi. KO punch özdə bir dənə belə. Danış. Qaziyev kötüyü kimi düşdü yerə, məğlub oldu. 1 dəqiqə 22 saniyəyə. Əslində döyüş Qaziyev üçün heç də pis başlamamışdı. 1-2 dəfə klip elədi, amma Qaziyevin bir problemi var, mənə belə gəlir ki. Qaziyev əlləri aşağı döyüşür. Yes. Və məncə bu heavyweight-də yaxşı fikir deyil. Özü də sonra belə elədi ki, ayda. Yes. Yəni əli aşağı head movementinə çox güvənirdi əli aşağıda. Head movementi pis deyil, problem orada deyil. Amma Qaziyev reach-lə döyüşən döyüşçü deyil. Reach-i var, yoxdur bilmirəm, ayət. Amma stance falan o reach-ə uyğun deyil axı. Qaziyev karate stansında dayanmır ki. Məsələn, Cyril Gan da əlləri aşağıda döyüşür, amma həmişə məsafəni saxlayır. Qaziyev onu eləmir. Qaziyev dogfight-a girir və əlləri aşağıda döyüşür. Problemli bir şey. Və Acosta eyni ilk zərbəsi, ilk tutan zərbəsi, ondan sonra bir dənə də stun elədi və knockout elədi. Amma birinci stunını eyni 3 həftə əvvəl Ante Delaja'ya elədiyi kimi. Rəqib ona kombinasiya indirərkən bir dənə overhead yaxaladı. Delajanı o cür knockout eləmişdi. Overhead-lə yaxaladı, ondan sonra biraz özünü itirdi Qaziyev və sonra yenə hücuma keçdi və bir daha yaxalandı və qurtardı. Acosta
və qərar verdi ki, bu il bir də döyüşmək istəyirəm dedi. Onu gördün? Ağ eləmədi. Dedi ki, valla dekabrdakı dedi heç nə olmadı. Sonra bir dəqiqə dalaşdıq, qurtardı da, yəni what he wanted. Yes. Dedi ki, bir dənə də istəyirəm döyüşüm, görək. Məncə he deserves actually bir dənə də döyüşə bilər. Nömrə 6 idi bu döyüşdən əvvəl. Delajcanı udub neçə olmuşdu bilmirəm. Delajcadan əvvəl 6 nömrə. Qaziyev nə qədər quddur ki? Heç nə qədər qud deyil, amma ki, yəni qud deyəndə ki 14-2 oldu bu döyüşdən səhv eləmirəmsə, amma yəni rəqabəti o deyil. Sadəcə olaraq Prosta Acosta kimdən dalaşsın deyirsən ki? Acosta indi Delajcanı uddu. Məsələn, Delajca əməlli kəmər iddiası falan var, iddia güya ki Delajcan. Ki çox yaxşı Delajca kimdir? Thomas Spinalın qardaşı. Yaxşı da döyüşçüdür. Əlləri çox sürətlidir. O qədər fast heavyweight mən görmürəm hazırda. Əlləri fast, komboları fast. Yəni ki, yaxşıdır. Sadəcə belə baxanda Acosta Sergey Pavloviçə də hakim qərarı ilə məğlub olmuşdu. Yəni pis döyüşçü deyil Acosta. Pis döyüşçü deyil. Amma biraz Acosta'da mən nə görürəm? Bu elə Delajca ilə Şamili nokaut elədiyi zərbə tipi var ha. Ki rəqib mənə hücum eləsin. Rəqib çox sevinsə, kombinasiyona özünü çox qapdırıb müdafiəni buraxsa, bir dənə nəsə vuraram tutar. O tiplə çempion olası deyil məncə. Yəni elite fighter deyil hal-hazırda. Deyil. Çünki biraz brawlerdir da prosta. Brawler deyil məncə, ətəki yoxdur. Yəni ki, gözləyir ki, rəqib buna hücum eləsin, biraz səhv buraxsın, vuraram. Məsələn, Pavloviç bir-iki dəfə onu stun elədi öz döyüşlərində, decisiondan qutarandı və Pavloviç cummadı üstünə. Onu eləmədi Pavloviç, o da cavabsız qaldı. Məsələn, heç nə də vura bilmədi. Biraz kasad bir döyüş keçdi, Pavloviç elə xalları ala-ala utdu. Yəni, Acosta ilə biraz kontrolu əldən verməsən, elə xal almağa davam eləsən, udursan Acostanı. Özündə o şey yoxdur, rəqibin üstünə gəlmək yoxdur. O nəzərdə tuturam. Rəqibin üstünə gəlmək yoxdur demişkən, Mıxtibek Orolbay. Mıxtibek Orolbay yox, bir dəqiqə. Birinci bunu açmaq istəyirəm, bir fighter skip eləyəcəm, sonra Mıxtibekə qayıdaram. Volkan Özdemir, öz üstünə heç gəlməyən. Bəli. Xatırlar, Alonzo Manfield'i. Amateur fight kimi görünən fight. Remember? Çox qısa bir müddətə. Çox qısa bir müddətə məğlub elədi. Niyan Panches birinci saniyə zətdir deyəsən. Yox, 1 dəqiqə 27 saniyə. Manfield ümumiyyətcə elə bir qorxurdu başdan. Baxdıq da o fayda bir yerdə. Başdan heç tərpənmədi. Yəni Özdemir dedi ki, mən combination işləməyə gəlmişdim də. Deyir, biz görmüşdük ki, bu həmişə sağa çıxır, sola çıxır, nə bilim nə. Hə, başladı belə-belə Məhəmməd Əli kimi cornerdə ora-buraya əyilməyə, qalxmağa. Amma taqqa-taq yedi hamısını. O isə Məhəmməd Əli kimi eləmədi. Yes. Amma ümumiyyətlə Manfield heç elə belə orada olmaq istəmirdi. Yes. Elə bir mən çıxmışam Volkandan, belə qalmışam ki, elə bir Paul Joshua ilə çıxıb. Çox o cür idi, amma özümü hiss elədim orada Manfield'in yerinə ki, elə bir pro biri ilə çıxırsan və qalırsan ki, ay Allah gəlir. Nə ilə vurum yoxdur, heç silah yoxdur. Hə, vurum yox da, yəni o Sean Strickland'in sparringləri var, ev qabağına 70-yesiri yığır, qalırlar ki, qardaş, sən Allah dayan. Ondan biraz bilmirəm. Qəribə gəlir mənə. Yəni light heavyweightdə belə bir UFC fighter var. Gör light heavyweight'in vəziyyəti nədir? Yes. For real yəni. Bu adam UFC level fighter olub da. Yəni dünyada 25 nəfərdən biridir bu deyilənə görə. Seriously. Bizim Bəhram məsəl üçün MMA-yə keçsin məncə sabahları 10 saniyəyə nokaut. Bəhram özü çox ağır atıraq. Yes. Anyways, bunu keçək də. Volkan üçün heç nə olmayacaq bundan sonra məncə. Volkan özü udu-budu vaxtını keçirdib. Dalaşsın, çörəyin qazansın. Çörəyin qazansın, Allah xeyir versin. Kimsə nə üçsə ola bilər onun üçün dediyimiz bir fighter kimdir? Mıxtibek Orolbay. Bəli. Məncə Mıxtibek göstərdi ki, welterweightdə daha rahatdır lightweightdən açığı. Lightweightdə biraz özünü zəif hiss eləyirdi və kimlə dalaşdı? Weight qatıda çətin idi, Jack Hermansondan. Jack isə baxırdıq da o döyüşə. Middleweightdən düşmüşdü bax. O döyüşə bir yerdə baxmadıq yox. Sən yolda maşında baxdın, mən evdə baxdım. Hə, mən baxmadım ona. Hə, baxmadım. Yes. Yox, sən gələndə gedirdi, orada sən Pepsi-ni falan hazırlayırdın, orada Mıxtibek nokaut elədi. Pepsi demədi. Yəni ki, yadımdan çıxdı. Üzr istəyirəm əziz tamaşaçılar. Reklam oldu burada. Amma havayı reklam. Yes, şirkətlə heç bir əlaqəmiz yoxdur, İsraili dəstəkləmirik. Aldıq tökdü yerə. Hazırlayırdın deyəndə ki, Nami belə açdı, belə evdə belə yerə tökdü. Səhər güclə yığışdırdı. Boşaltmağa hazırlayırdı. Hə, boşaltmağa hazırlayırdı. Gücbala ilə, bütün kafeli güclə, aşağı qonşu ilə dalaşmış. Yes. Belə.
Amma sponsor olmaq istəsə bu fikirlərimiz ani bir şəkildə də dəyişər. Bir saniyə dəyişdirərik. Sabahdan gedərik divarın yanında ağlayarıq. Messi kimi belə papaq taxarıq divarın yanında ağlayarıq. Anyways, amma eyni zamanda humus firmaları da bizə sponsor ola bilər, onda da fələstiririz. Buradan Bəlal Muhammədə də salamlarımızı çatdırırıq. Falafel firmaları, humus firmaları, səsləri. Humus firması olsa istəyərəm mən, humus xoşlayıram. Bir dənə də Markov firması taparıq, Markovla humus qəşəng yedir. Humus özdə belə sarımsaqlı humus yemisən. Yes, I love humus. Budapeştdə bir dənə obyekt verdi, Mirini alırdıq onu. Bilsən necə idi? Bir neçə cür humus verirdi eyni dükan. Sarımsaq. Dükan deyəndə böyük marketlər şəbəkəsi idi. Bir dənə də reklam verib özümüzü zibilə salmaq istəmirəm. Böyük idi, amma adı kiçik idi. Belə little bir adı var idi. Elə bir marketlər. Little bir adı var idi da, belə balacaydı adı. Amma özü böyük şirkət idi. Onlarda belə var idi, nə bilim, yaşıllıqlı humus, nə bilim, nəli humus. Nəysə. Lənət şeytana. Lənət şeytana. Oralbayını biz acı xatirələrlə xatırlayırıq. Bizim fəxrimiz Tofiq Musayevi 1-ci raundda Kimura ilə məğlub eləmişdi. Orada UFC Bakıda. Orada belə bir şey var idi. Oralbay 10 pound artıq çıxmışdı o döyüşdə. Yes. Oradan elə sonra dedilər ki, qardaş, bu zəhrimarı kat eləyəm. 10 pound artıq odur ki, yəni 155-ə çıxdayam axı. Hadi 155-ə çıxırsan. 165-sən. 165 weigh-in vermisən, özün Allah bilə neçəsən. 165 çıxmısan tərəziyə və o biri çəki 170-dir. Yəni o yana daha yaxınsan. Bu heç weight cut deyil də yəni. Yəni o bəlkə də döyüşə 1.80 zət çıxıb. Hələ yəqin ki, boyu uzanıb. Boyu da uzanıb. Orada yəni biraz Tofiq onun özü də müsahibəsində demiş ki, orada deyir, özü bilə-bilə elədi məncə deyir. Ki, məncə də ola bilərəm. Necə yəni? Deyir ki, o bilirdi ki, mən öz ölkəmdə döyüşürəm və ilk dəfədir UFC-yə çıxıram falan. Yəni ki, o weight cut eləyə bilməsə, mən deməyəcəm ki, yox, döyüşmürəm. Mən I have to fight axı. Ona görə deyir, mənə də pis vəziyyətdə qoydu. Which I think it was true. Və o döyüşdə, düzdür, indi Tofiq orada bir döyüş anında, yəni Tofiqi döyüşünü müdafiə eləyə biləcəyimiz bir şey yoxdur çox. Amma mənə açıq elə gəlir ki, orada biraz güc fərqindən uduzdu Tofiq. Texniki fərqdən ziyadə güc fərqindən məğlub oldu ki, o güc fərqi də weight cut-a çox əsaslanır. Nəinki onun çəkisi artıqdır, weight cut-ı da eləməyib də, yəni. Exactly. Bir də o məsələsi var. Orada şey dedilər ki, o döyüş günü aralarında 1 pound fərq var idi. Ondan deyir axı. Tofiq suyu yığıb gəlib 1 pound. Bu dünən ölüb dirilib axı. Exactly. Çox orada cəmaət də başa düşmədi orada Tofiqin pointin pis oldu. Bir dənə technical fərqi o idi ki, səhv o idi ki, məncə Tofiqin. Bir dəfə kick atdı Tofiq və Oralbay bunu birinci başlayan kimi onsuz da Oralbay takedown eləmək istədi, Tofiq çıxdı, çox crazy çıxdı özdə. Tullandı üstünə çıxdı, oradan dala qayıtdı. Remember that? Bir ayağını belə tutmuşdu, Tofiq tullandı, çiyninə çıxdı, dala qayıtdı falan. Tofiq çox cin kimidir orada. Özü də karatədən gəlir. Sonra ikinci dəfə Tofiq kick atanda bunun kickini tutdu və takedown elədi. Tofiq o takedowndan qalxdı bir müddət sonra və ardından bir dənə də kick atdı, takedown elədi və Kimura. Yəni kick atmamalı idi məncə bir nöqtədə. Orada biraz texniki bir problem oldu açığı. Anyways, Tofiqə də uğurlar. Oralbay da İnşallah verilişimizdə Tofiqlə bir gün. İnşallah. Çox zor olar amma Tofiqi mən görmək istəyirəm. Mən Tofiqin Bellatorda olan, Reason'da olan vaxtından fanıyam, həmişə də danışıram da haqqında. Salam, buradan Tofiq Musayevə salamlarımızı çatdırırıq. İnşallah bir gün bizim podkastda da görərik. Nəysə, Oralbay da indi çıxıb welterweight-ə. Oralbaya da uğurlar arzulayırıq. Oralbay nokautunu qazandı. Məncə power-ı gəlib yerinə welterweight-dədir deyə. Ki, power hesabına nokaut elədi əslində. Fikir verdin də orada belə tam da açıq vəziyyətdə olmayan, bloklu başa vurdu və hookla nokaut elədi. Danışlaşı çox bir şey yoxdur burada. Bir dəqiqə çəkir onsuz döyüş. Nəysə, keçək bunu. Artıq gələk co-main eventimizə verilişə başlayaq. Bəlal Muhamməd, Ian Gary. Yes. What a day. Pis fight olmadı. Pis fight olmadı açığı. Və düzdür, biz bu döyüş barədə indi tamaşaçılarımız əminəm ki, izləyiblər. Biz 6-cı gün bu döyüş barədə danışmışdıq, 5-ci gün or something like that. Ki, bu döyüşdə Ian Gary nəsə partlayış eləməlidir. Yes. Amma o partlayışı görmədik sözün açığı. O partlayışı ancaq mikrofonda elədi.
Ki orada lazım idi ona biraz. Əslində hə. Amma bəlalı uddu da yəni. Bəlalı uddu. Mən bir dənə statistikaya baxa bilərsən o döyüşün statistikasına. Yes, sən söhbəti belə baxıram. Hə. Bəlalı yəni heç təhlükədə olmadı açığı. Bütün wrestling ətəklərini defend elədi. Yəni güləş cəhdlərinin hamısının qarşısını aldı. Heç vaxt yerə almadı. Özü kalan cəb 30-durdu ona. Qəşəng 1-2 dənə straight hand da 30-durdu normalni. Başqa yəni döyüşün heç bir anında təhlükədə deyildi açığı. Yes. What kind of stats do you want? Strike Per round. hər şeydə. Okay. Per rounda keçərik. Significant strike'larda Ian Garry'nin 72-56 üstünlüyü var. 51% dəqiqliklə vurub, Belalsa 40% dəqiqliklə vurub. 72-56 da var. Okay, not bad. Gözlədiyimdən daha yaxşıymış amma Belal. Yes. Aha. Və indi daha da şey olasın. Total strike'larda Belal 97-96 üstündür. Okay. Onda təəccüblənmirəm çünki Belal biraz volume fighterdir da, yəni Yes. geri amma sniper. Ya orada indi belə bir şey var. Volume-la deyil idi məncə. O 97-96 Belalın klinçə alıb vurduğu qarına. Belalda çalan body shot var idi ya. Ona görə mən dedim ki, o klinçə point verilməməlidir. Niyə görə? O klinçdə başa da vuranmırdı. Klinç əlləri həmişə aşağıda da Belalın. Belə bu Bruce-nin 1 inch punch-ını belə eləyirdi, onları sayıblar. Which significant saymayıblar for apparent reasons. Deməli 15 dəqiqə keçən fight'a görə məncə heç də az olmayan kontrol time'ı var Belalın. 3 dəqiqə 35 saniyə. Nəzərə alsaq ki, takedown olmadı da yəni. Takedown olmadan 3:35 çoxdur ya. 3 dəqiqə 35 saniyə Belalın, 39 saniyə isə Ian Garry'nin kontrolu var. Takedownların hamısı başarısız olub. 2 dəfə Ian Garry, 7 dəfə isə Belal cəhd edib takedown eləməyə, amma əmələ gəlməyib. Bu işin belə. Per round baxsaq, roundların hər üçündə Ian Garry'nin significant strike üstünlüyü var. 27-24, müvafiq olaraq 27-24, 20-11 və 25-21 şəklində significant strike üstünlüyü var. Roundların ikisində total strike'da da üstündür Ian Garry. Yalnız 3-cü roundda 39-30 fərqlə Belal üstün olubdu total strike'da. Mənə açıq elə gəldi ki, hər 3 raundu elə Ian Garry'yə vermək olar. İndi bu statlar başqa döyüşə baxanda elə gəlmişdi mənə. Xatırladığım qədərilə hakimlərin biri roundlardan 29-28 var idi elə bir dənə. Yes, bir dənəsini verib Belala hakimlərin biri. Okay, gələk onda bu döyüşün significance-nə, nə deməkdir bu? Yes. Döyüşün özünü necə, yəni Ian Garry məncə eləməli olduğunu elədi. Yes, Belal da eləməli olduğunu elədi, wrestle eləyə bilmədi. Belal onsuz həmişə maraqsız dalaşır belə. Amma bu döyüş əslində birə-bir təxmin elədiyimiz kimi keçmədimi? Biz yaxşı təxmin edirik kimisindən demirəm. Yəni bu belə bir şey olasıydı, oldu. Onsuz da dedik ki, o Ian Garry məsafədə saxlayacaq, saxladı. İndi iki söhbətini deməmişdik, o yaxşı elədi məsəl üçün. O da bizim səhvimiz olsun deməmək. Çünki wrestlerlərə həmişə leg kick etməyə çalışırlar, alınırsa. Yəni Ian Garry məsafədə saxladı. Məsafədə saxlayaraq zərbələrini endirdi. Oradan xalını topladı. Belal klinçə saldı. O da dedi ki, o da klinçdən takedown etdi. Bir şey mən sevmədim ki, Ian Garry də bu döyüşü heç bir anında finish eləmək istədiyini düşünmədim açığı. Yes. Çünki mən indi niyə deyərsən ki, elə bir şey yoxdur axı finish eləməli deyil. Amma bir fanat kimi misal üçün protezi niyə sevirik? Good point. Çünki İslam bu döyüşdə çıxmaq şərti ilə İslam həmişə finishə çalışırdı, düzdürmü? Bu döyüşdə də çalışdı. Bu döyüşdə. Amma alınmaz Allahın mən eşitdim belə bir şey Xəbib deyib ki, biz şeydə sən dedin onu. Yes. Burada taktika biraz fərqli olub. Amma çalışdı sizdə. Xəbib özü də həmişə çalışırdı finish eləməyə. Yəni çox az döyüşçü var əslində finish eləməyə çalışan. Bunu da nəyə İlya Topuria finish eləməyə çalışır. Amma Aleksandr Topuria çalışmır. Misal üçün. Yəni mənə görə Ian Garry indi düzdür, İngilis dilisi yaxşıdır, çıxır mikrofonda qəşəng danışır. Özü də belə şey də var da, bir karizması da var. Yes. Belə özünə bir confidence var, nə bilim nəyi var. Kostyum zat da geyinir. Kostyum zat da geyinir və danışanda hamını susturur belə. Fikir vermisən ona? Və qəşəng də danışır. Yəni qəşəng mənada İngilis dilisi aksenti yaxşıdır mənada yox, dolu danışır, boş danışmır. İndi ona görə demək istəyirəm ki, mən Ian Garry'dən daha bitirici performans və drop the mic moment gözləyirdim ki, İslama desin ki, qardaş, Osmanlı zadın başı. Düzdür, yenə onları sözlə dedi, amma
əməli ilə indi okey belə bir şey deyə bilərik ki, o birisi qaqaşlarına JDM. Yes. JDM bəlalla süpürüşmüşdü də əməli başda. Yes. Düzdür? Yıxdı, yeri aldı, durdu, nə bilim nə. Amma bunların heç birini bəlal edə bilmədi. Misal üçün İan Geriyə özü bunu arqument olaraq deyir ki, bəs mən hamısını defend elədim. Deyir I am the best candidate to beat Islamda, yəni. JDM-dən daha yaxşı döyüşdü Belal'la məncə bu arada. JDM döyüşü 5 raund idi, onu da nəzərə alaq. Yes. Yəni 5 raundda daha pis eləyə bilərdi Belalı ki 3 raundunu da JDM-dən daha yaxşı. Amma bir şey də dedi ki, deyir mən ən çox təəccübləndirən moment oldu ki, bunu vurursan bu üstüvə gəlir də, yəni. Amma onu düz dedi. Yəni o indi deyirik çalışmadı nokaut eləməyə. Ian Geri'nin one punch nokaut, nə bilim qüvvətli zərbəçisi yoxdur. Yes. Ian Geri precision strikerdir. Yes. Düz vurur. Sniperdir. Biraz Izzy kimidir. Yes. Yəni zərbə gücü və stili mənasında, amma tam counter striker mənasında yox. Yəni ona görə o yoxdur axı onda. Yes. Protezi məsələn deyirik, yəni protez vurdu, uzadır da. O da var. O yox, Allah verməyib axı onu Yangeriyə. Stili də o deyil. O var və Yangerinin əslində son 5 fightın hamısı decisiondur. Bu 6-cı oldu. Decisiondan udur yəni onsuz da Yangeri. Bu çalışmır. Məncə biraz orada şey məsələsi var. Strikerlarda məncə əlində o güc yoxdursa çalışmaq çətindir. Yoxdur da yəni. Yoxdur. Izzy məsələn açıq danışsaq MMA-in, UFC-in gördüyü ən yaxşı 5 striker saysan birində Izzy-ni deməlisən. 3 saysan yenə deməlisən də, yəni açığı da. Pereira kimi hamını KO eləyən adam Izzy-ni də KO eləyib, amma yəni Izzy də onu KO eləyib. Izzy də onu KO eləyib. Pereira məsələn rematchlərdə çox yaxşıdır. Bunu bir daha gördük son döyüşündə də. Rematchdə rəqibi oxuyub artıq şans vermir də Izzy-yə, Ankalayevə Yiriyə necə elədisə. Izzy ilə 4 dəfə döyüşüb, hələ də Izzy-nin puzzle-ını çözəm. Yəni Izzy is decent striker, çox decent. Bəli. O belə finish eləyən biri də yəni. Yes, ona görə bir biraz var idi Izzy, heç kəsə finish eləmir. Yes, decision Paulo Costa'nın finish eləmişdi. Vittori ilə decision-a getmək nədir ki, yəni? Please. Vittori hardadır? Prelimdə də döyürəs yəni. Yes. Çöldə dalaş gəldi, biz başlayacağıq biraz. Nəysə. O yenə deyirəm, öz şeyinə görə, karizmasına görə işi yürütür qabağa. Amma döyüş olaraq, nə bilim, mən misal üçün İslam protezi daha çox görmək istəyirəm, nəinki İslam Ian Geri açığı. Məncə daha, good point, söhbəti verəməyə davam edir. Yes, çünki onun bir knockout təhlükə, bunun nə təhlükəsi var ki, yəni decision-la olacaq İslama? Onu deyəsiydim ki, Ian Geri əslində fight IQ olaraq çox yaxşıdır. Çox complete fighterdır. Çox complete deyəndə yəni hər şey var mənasında. Yes. Hamısında yaxşıdır kimi yox. Strikingdə mənə elə gəlir ki, as complete as it getsdir. Yəni bir MMA fightera lazım olan maksimum striking leveli var. Yes. Daha çoxu varmı? Var, ehtiyac yoxdur. Yes. Yəni ki, belə. Yəni ondan daha yaxşı, Ian Geri hazırki vəziyyətdən daha yaxşı striker olsa, onda belalı uda bilməzdi. Wrestlingindən azaldardı, yəni ona görə deyirəm. Yəni ki, bu maksdadır. Amma Şafqatla da məsələn döyüşündə gördük. Belalla da biraz o çətinliyi gördük ki, klinçə girir və Belal bunu saxladaq klinçdən. Sıxıcıdır, hər nədə axır xal yığdı da yəni. Yes. Düzdür. Klinçdə bunu məsələn Şafqat Ian Gerini tamamilə klinçin hesabına utdu. Yəni bir neçə dənə momenti var Şafqatın bütün döyüşdə. Amma döyüşün çox böyük bir hissəsini klinçdə saxlayır Şafqat. O da yer ala bilmir. Yes. Axırıncı raundda alır, heç yadımda deyil, belə çox azdır. Yəni əsas klinçin hesabınadır. Yəni Ian Geri klinçdə saxlanıla bilən, yerə alına bilən bir rəqibdir. Nə qədər complete olsa da. Ona görə də İslamla yoxdur. Və knockout power da yoxdur. Yəni JDM qədər şansı var yəni. Hə də Ian exactly. Yəni ki, məncə belə bir şeydir. İslam protezi daha tez məğlub eləyər. Ian Geri ilə çıxsa böyük ehtimalla yenə elə 5 raundluq bir döyüş izləyərik məsələn. İslam protezi daha tez məğlub eləyər, amma orada təhlükə var da yəni. Burada o təhlükə yoxdur. Protezdən böyük ehtimal budur ki, məncə, böyük publikanın da gözləntisi, nə bilim, ən çox şans verilən şey odur ki, indi sababı betterlar bunu eləsə görəcəyik də ki, ilk 2 raunda finish məsəl üçün də yəni. Ian Geri ilə isə 5 raund gedən döyüş, 50-45, 49-46 nəsə, 49-46 inanmırız, 50-45 qələbə. Amma Ian Geridə
digər şans çox azdır. Protestdə isə heç olmasa var. Yes. Anlıq nəsə olub. Yəni fanat kimi o döyüşü görmək istəyirəm mən açıq. Daha həyəcanlıdır, yes. Good Hətta point. Morales indi məşhur deyil çox. Morales məncə növbədə qalacaq biraz. Protestdən Moralesi dalaşdırmazlar, I hope. Mənə elə gəlir ki, Morales daha İslama bu dəqiqə İslam Kamaru Usmanla dalaşır da prost. Boş söhbət. Boş deyəndə yersiz söhbət. Boş deyil, təəssüf ki, boş deyil, amma mənə elə gəlir ki, hal-hazırda şəfqatı çıxıram həmin o equationdan, tənlikdən şəfqatı çıxdığımız şəkildə İslam üçün ən real rəqib, ən yaxşı rəqabəti ortaya qoya biləcək rəqib Moralesdir məncə. Amma bu siyahıda məncə ən axırdadır Morales. Həm feymə falana görə. Yəni mən istəmirəm məsələn protestdən Morales dalaşsın. I don't want to see that fight. Ona görə ki, waste olmasın. İkisi də İslamla dalaşa bilsin deyə istəmirəm. Mənim açığı görmək istədiyim nədir? İslam üçün məncə ən uyğun. Hal-hazırda heç yerə tələsmirik də onsuz da. Odur ki, İslam şəfqat uzatmasınlar. Şəfqat cədəldir deyir. Nə vaxta qədər? Şey danışır, Ian Gary deyir ki, onun dizləri fuck up-dır. Really? Yes, deyir ki, I bet my life on it. 2 dəfə surgery olub deyir, onun dizləri fuck up-dır. Deyir, he's not coming back anytime soon. Elə ki. Yes. Anda heç nə. Yes. I got no point. Okay. Şəfqat getdisə? Şəfqat getdisə, contender fight-ın məncə adı yoxdur. Bunların heç biri bir-biri ilə döyüşməməlidir. İslama birin verməliyik, bu cepdir. Exactly. İslama birin verməliyik də. Geri verərlər elə. Xeyr. Məncə bunlar pis olduqları üçün məndən soruşsan, hə. Amma elə deyil də, Kamaru Usmanı verəcəklər. Hə, Kamaru Usman, yes. Kamaru Usmanı verib, meanwhile burada kimisə döyüşdürəcəklər. Ian Gary ilə yəqin ki, Moralesi döyüşdürəcəklər. Mən elə fikirləşirəm. Hələ şey də var, arada Topuria da var. Bunların günü qara deyə biraz. Elə bir şey var. Ian Gary ilə məncə Moralesi döyüşdürəcəklər açığı. Onun qalibini İslama verməyə çalışacaqlar. O İslam Usman qalibinə. Amma sənə belə bir şey deyim. Bir haşiyə çıxacağam burada. İslam Usman uddu. İlya Toporianı da finish elədi. Retire eləmək olar da yəni, nə o? Retire eləmək olar. Yəni 100%. Neçə yaşı var İslamın? 33. Amma o İslam özü deyir ki, mən o vaxtda stop eləyəcəm ki, məncə 33. Cimə getdim, gördüm ki, o deyir. Məncə bu dəqiqə pikindədir İslam. O ikisini udanda məncə cimə gedib görəcək onu bu arada o vaxtda. 1-2 il olar o dediyin şeylərin olmağı. Prosto onda bu uşaqlar çox gözləməli olur. Amma mənə açığı elə gəlir ki. Və dalaşıblar hamısı bir-biri ilə. Ian Gary onun ikisindən də dalaşır. Məncə olmayacaq. Bilsən necə olacaq? Nə olmayacaq? İlya İslam sun olmayacaq. İnanmıram buna. Mənə elə gəlir ki, olacaq olan budur bax. Usmanla bir dənə döyüşdürəcəklər. İlyanı da Armanla İlya yəqin ki, Armanla ya nə bilim Pədi nəsə də yəni yanvarın axırındakı kartda 324-də İlya döyüşəcək. Mən belə fikirləşirəm, çox böyük ehtimalla. O döyüşdən sonra bir dənə də İslam Usmanı eləyirlər. İslam Usman, okey. Hə, və bu ilin içində bir dənə də İlyaya, Arman o birisi qalanı verirlər İlyaya. İndi bildim. Bunu əssume eləsək də davam elədiyini əssume. Məncə Arman da alışacaq birinci. Yəni İlyanı hər ikisi ilə döyüşdürəcəklər. O müddətə İslamı da 2 nəfərlə döyüşdürəcəklər. O 2 nəfərin biri Usman olacaq, biri də bu turnamentin qalibi olacaq. Tournament being bildim. Nəsə də yəni. Bu uşaqlardan biri. Exactly. Onlardan biri olacaq. Ondan sonra Morales'dən Ian Gary'ni onda şey eləmək olar da. Number 1 contender fight eləmək olar. Onu fikirləşirəm mən. Yes. Morales Ian Gary məncə onda da protest qalır da. Protest qalsın da uduzub da Ian Gary'yə. Yes. Yəni şey kimi o xəyali tornamentdə çıxıb söylədəcək. Amma protest hotdur da, onu istifadə etmək lazımdır. Yes. İkinci gün əməlli söhbət oldu. Welterweight vəziyyəti çətin deyil əslində. Usman dalaşmasa şaqqa-şaq düzələr hamısı. Usman dalaşmasa bütün problemimiz həll olur. Nəyə lazımdır bu? Usmanı niyə döyüşdürürlər? Bildik də legend qardaşlar, get işivə gücüvə də yaşlı başlı adamsan. Artıq o döyülsən. İstəmirik biz bu döyüşü görmək. Vallahi mən istəmirəm. Mən də istəmirəm. Yalandan bizi inandırmağa çalışırlar ki, ay çox Allah haqqı kompetitiv olacaq. Vallahi çox. Baxma belə olmağına kompetitiv. Nəysə, gəldik Belalla Ian Gary. Belal buradan sonra məncə humusa davam. Bir dənə də üzr istəyirəm, bir dənə nə edeyim. Amma mən Justin Gage
İlyada həmin söhbətdir, Usmanın qayıtmağı kimi. O döyüşləri bir reasona görə də görmür. Birincisi, mənə elə gəlir ki, heç kompetitiv olmayacaq o heç. İkincisi, yox, qaqa, kompetitiv olar deyən adamlara sualım. Deyək ki, olsun. Usman utsun, həm o birisində Justin Gage utsun. Bunlar onsuz da udub retire edir də, neyin eləyib biz onu? Yəni, udmağı da heç nə qazandırmır axı bizə. Özünə qazandırır, legacy-si. İstəmirəm, sənin öz işində, yəni, sən deyirsən ki, mənə bir fight verin, bir atımlıq barıtım var. O fight'ı da title eləyin, udussam heç nə, udussam da udub retire eləm. Və biz nəyə baxdıq onda? Yes. Onu Dana özü hate eləyər ki, alanı məzələnirsən. GSP-yə hate eləyirdi də ona görə. Haqlı olaraq. Haqlı olaraq, yəni, yes. GSP amma deyir xəstələnib də bağırsaqları zat pis vəziyyətə düşüb şey elədiyinə görə, kilo aldığına görə. Hələ? GSP çox natural welterweight'dir. Zülümlə Middle-a heç qalxa bilmir, yes. Özü də çox awkward görsənirdi gələndə, yadındaydın nə boyda, 200 boydaydı. O, yəni ki, əmələ gəlməyib deyə davam eləməyib. GSP-in planında bir dənə alım, sonra çıxıb gedərəm, elə deyil. GSP indi belə fizikinə fikir versən, he's a lean dude. Yes, həmişə özünə baxır. Yes. Nəysə, belə, Usmanı bir dənə necəsə razı salsalar ki, ay müəllim, ay qardaş, sən anladı da bəsdir day. Ona bir dənə razı salsalar. Bu deyəsən şeylə middleweight. I don't know, yalan deyərəm, valla bilmirəm. Çox böyük deyil burada. Çox böyük deyil, GSP-in fiziği qəribədir, onsuz da həmişə şeydir, weird görüntüsü var. Belə amma qabırğalardan qəribə görünən bir şəkil var. Döyüşün içindəyə belə addımlayanda. Anyways, yəni Usman'a bir dənə razı salsalar əslində bütün problemimiz həll olur. İslam'a bir dənə buradan döyüş verirlər, fərqi yoxdur hər kimdən. Yəni o adını çəkdiyimiz 3 nəfərdən biri ilə. Eyni zamanda İlyada hopefully Armanla döyüşür. Yəni ikisi də ən güclü contenderlarını məğlub edir. Ardından da bir-biri ilə döyüşdülər. Hamı xoşbəxt olur. Yes. Budur olmalı olan. Usman imkan vermir ki, bunu eləyək. Okey, Belal üçün nədir bundan sonra səncə? Heç nə, humusa davam. Humusa davam. Yes, humusa davam. Belal da kimə uduzmadı ki? Kim uduzub Belal? Belal çox adama uduzmayıb. Cəkə uduzdu, bir də buna da. Bir də buna uduzub, başqa işim var. Belalın yaşı çoxdur da, Belal da. Çoxdan uduzub. Belalını ver Morales öldürsün. Hə, bax, Belal Morales yaxşı olar, valla. Yes. Ki, həm Morales başı qaçsın. İmtahana çəkirər ki, dayı bundan o tərəfə də sənə bu dəqiqə title-da olmayan wrestler verə bilmirik. Qardıq. Bunu Moralesi verirsən, amma Moralesi versən orada Ian Geri ilə protest boşda qalır, onlar da bir-biri ilə döyüşüb o MXS. Protesə verir knockout eləsin. O məncə eləməz amma. Risklidir də o. Belal udar onu. Valla mənə çox elə gəlir. Protesin çox takedown. Protes gördün İslam'a nə deyib? No. Deyib ki, İslam üçün ən rahat rəqib mənəm də takedown olunmağa da asandam. Takedown eləyib uda bilər, so fight me, I'm the easiest one. Özü elə deyil. Qəşəng, amma çox şirindir ya. Çox şirin də. Özü də şirinlik eləyirdi onlara. Yes. Şeydə görüşdü zat ki, tort gətirmişəm, nə bilim, çay içək. Protes çox ürəkdir. Ürəkdir. Protest gəlsə burada çəkərik onu verilişə. Neçə aydır biz protestdən danışırıq. Hər dəfə bir love da belə grow eləyə gedir. Elə grow edir ki, uduzdu. I still don't care, I love the guy. Yes. Çox yaxşı oğlandır. Braziliyalılar ümumiyyətcə yaxşı oğlandır. Həqiqi elə çıxır. Elə Ian Geri də onlarla həngat edir, oğlan olur. Yes. Ronaldinho özü. Götürə elə, hə. Nəysə, qaydaq, bu belə də hoşum. Bu belə. Çox bilinmir vəziyyət nədir, it's a shit show. Yes. Middleweight. Usmana görə shit show. Usmana görə. F Usman. Yes. Yoxsa ki, Ian Geri ilə İslamı dalaşdırsınlar, sonrasında Morales'e də Allah kərimdir belə. İslam yəni bu kalendar 2006 kalendar ilində easily 2 nəfərlə dalaşıb, middleweight-i çözüb, İlya ilə dalaşıb gedə bilər də. Yes. İlya arma bu iş həll ola bilər. Nəyə başı ağrıdım? Gəldik main event. Arman Sarukyan bizim qonşumuz. Yəni Ermənistandan olan Arman Sarukyan bir şey diqqətimizi çəkdi ki, biz bu döyüşdə qondarma Qarabağ Respublikasının bayrağını gördük. Ona çox əsəbləşdim ama. Yes, o söhbət həll elədi axı. Yes. O heç bunu xoşlamadıq. Bu dan dildir də. Yəni sən elə bir uduzandan sonra mən udmuşam. Yəni bu sən Sean O'Malley'sən, hə?
Çita verəyə uduzub deyirdi ki, yox, mən sayılmır bu. Yox, nə istəyirsə yəni. Hə də, yes. Yəni ki, uduzdun, müqaviləni bağladın. Yəni ki, belə uduzdun deyib indi, okey, zamanında biz də torpaqları itirmişdik, söhbət ondan getmir. Amma biz orada müqavilə bağlayıb demədik də ki, yaxşı sənin olsun. Sən bunu siyasi olaraq razılaşdın və şirin tərəfi də nədir? Bunu həqiqi, valla vətənpərvərlik adına nə bilim, bayis olub demirəm. Bəli. O, prezidentin də bir sözü var idi. Deyir ki, İrəvanda deyir nə qədər Azərbaycanlı yaşayır, amma Azərbaycanda 30 min erməni var. Biz həmişə onlara yaxşı olmuşuq. Böyüklük göstərmişik, honestly. İndi nəyi deyirəm? Qardaş, köhnədən Dağlıq Qarabağ ermənilərinin nə bilim Azərbaycan pasportu. Onlar həmişə bizim əhalimizin içində sayılıb. Bilirsən də bizim yaxınlar ümumiyyətlə statistikada işləyir. Onlar həmişə bizim əhalidə sayılıbdır. Rəhmətli Aydın Xırdalanı deyirdi. Havası haqda da elan veririk. Həmişə hava xəbərlərində də biz göstərir. Yəni ki, oranı biz öz ərazimiz saymışıq. Oranın yerli erməni cəmaatını öz vətəndaşımız saymışıq. Bəli. İndi onlarla bir problemimiz yoxdur yerlilərlə. Xankəndidəkinə deyirik ki, qardaş, gəl sən mənə kağızığı, çuğuzuvu göstər, SSR vaxtından burada qal. Çıxardaq sənədən yaşıl pasport. Hə, nə istəyirsən yəni? Yes, gəl də. Yəni ki, demirsən Dağlıq Qarabağı. Qardaş, qalırsan da oradasan yəni. Yes. Qarabağ orada dağlar. Dirəmirsən ki, yox, mən 3 bucaq çəkəcəm, erməni bayrağı. Minecraft şeylər. Hə, Yapon şey eləyəcəm ki, bildin nəsə erməni bayrağına şey, blur. Nəysə, gələk döyüşə. Arman Sarukyan versus Dan Hooker. Biz bu döyüş barədə danışanda da qeyd eləmişdik. Mikrofonlara da uzaqlaşıram. Sonra tamaşaçılar deyir ki, səsin yaxşı gəlir. Ona görə gəlmirəm. Demişdik ki, onsuz da bu 1-2 raunda bunun boğub atasıdır. Yes. Boğub atası demişdi özdə mənə elə gəlir. Boğub atası demişdi. Yox, mən Grand Pound demişdim. Hə, elə Kalan Grand Pound elədi amma. Yes. Elə də oldu, Arman eləməli olduğu şey elədi, biraz da gecikdirdi deyək. Raundu mən 2 demişdim də. Sən dedin biraz qalar 3. İndi yəni eyni şeyi İslam onu bir raunda həll eləmişdi. Bunun da şansları oldu, danışdığı kim oraya da girə bilmədi zət. Eyni BJJ levelında deyirlər əgər. Eyni BJJ, amma wrestlingi amazing. Bundan biraz wrestlingindən sən danış mən. Armanın wrestling bu döyüşün Allah şahiddir, Namiq də şahiddir. Ki bu döyüşün elə əvvəllərində mən qayıtdım ki, Arman dedim hal-hazırda ən yaxşı wrestler ola bilər UFC-də. İndi bu Xəmzət, Arman belə də yəni. Ən yaxşı wrestler ola bilər. Yəni ki, UFC-də okey, wrestler deyə kimlər var birincisi? Merab var, məsəl üçün Pantoya var, ən high levellardan danışıram da. Xəmzət var. Belə çox adam saya bilərik, başqa gəlib gedib mən də wrestling eləyirəm deyən uşaqlardan deyə bilərik. Ən yuxarı level wrestlinglər deyəndə məsələn Merabı bunun içinə qatmıram. Çünki mən burada sırf güləşdən bəhs edirəm. Bunun içində kontrolu nəzərə almıram. Bunun içində Belal var deyək ki də məsələn. Kontrol nəzərə almıram, bunun içində submission game-i nəzərə almıram. Sırf güləş, yəni sərbəst güləşə izləyirik ya da ki Yunan-Roma güləşini izləyirik, yəni oradakı güləş. Onu nəzərə alanda. Bu insanlar var. Amma biz sırf güləş bacarıqları üzrə baxanda burada Henry Cejudo qocalıb, illərdir güləş istifadə eləmir, çıxdıqca. Kimlər var? Bo Nickel var, sırf güləş bacarıqları baxımından. MMA-də bunu yaxşı istifadə edirmi? Məncə hə. Təcrübəsi hələ tam yoxdur deyə klinç vəziyyətində biraz əziyyət çəkir o yan bir yan və yaxud da ki kontrolunu biraz artırmalıdır ki altına saldığı heç dura bilməsin, ardiyar qalxdı ayağa belə. Xəmzət var, bir də ki Arman var. Bo Nickel, Xəmzət, Arman bunları deyirəm. İslamdan daha yaxşı güləş bacarıqlarına sahibdir Arman, mən bunu demək. Yəni İslam sambodan gəldiyi üçün yerə yıxandan sonra İslamın kontrolu daha yaxşıdır, submissionlara gedə bilir. Bunlar başqa məsələ. Bunlar grapplingin içinə girir. Amma sırf güləşdən danışırıqsa, sırf güləş deyərsə ki, bəharda istifadə olunur. Yaxşı danışırsan, danışsan bayaqdan. Orada istifadə olunur ki, Armanın takedown'un nə qədər beautiful olduğunu gördülər məsəl üçün. Orada takedown'da rəqibi hiss eləmək. Bu. Arman ən adi Xəbib şeydən çıxmış deyə Dustin Poirier'in gilyatinindən. O çıxmayan qalmayıb da onun gilyatinindən. Dustin Poirier'in Xəbib. Poirier'in gilyatinindən. Poirier bilsən də karyerasında heç gilyatin qələbəsi yoxdur. Yes. Ən çox attempti ola bilər amma. Ən çox attempti var amma hə. İndi o gilyatindən məsələn Xəbib necə çıxdı? Jiu-jitsu əsaslı. Yəni qamətini dişləndirdi, bədənini üçbucaq formasına saldı, baş,
arxa bədən belə bucaq formasına saldı, əli ilə itələdi, breathing space yaratdı və s. Burada bir şeylər addım. Arman necə çıxır eyni qiliyyətindən? İlan kimi. Gator roll deyirlər ona. Gator roll, yes. O alligatoru belə tutanda belə fırlan, bir əlimi çox fırladan mənim şikəst olmayayım deyə, amma bildiniz də yəni. Yəni güləş bacarıqları Xəmzətdə Armandı Bonikel'dı bu dəqiqə. Ən yuxarı səviyyədə də, yəni güləşi ən yuxarı yox. Yəni ən yuxarı səviyyədə olanlar içində Xəmzətlə Armandı hazırda. Xəmzətdən heç geri qaldığını da fikirləşmirəm bu arada. Xəmzətdən də heç geri qalmır. Geri qaldığı nöqtə nədir? Takedownla da geri qalır. Xəmzət kimi Arman gəlsin, hamını istədiyi vaxt takedown eləsin, elə deyil. Yəni Xəmzətdən heç geri qalmasaydı takedownda, deyərdik ki, İlya Qaqaş problem deyil, 10 saniyə yerə alar, sonra saxlayar yerdə. Onu danışardıq, amma onu danışamırıq. Onu demək istəyirəm. Yəni Armanın güləşi next level 2 dənə əsas highlight hərəkət elədi. 3 dənə əslində. Birinci takedownu, 2 dənə də gator roll elədi. O gator rollu 2 dənə elədi də, yes, 2 dəfə elədi. Və ikinci gator rollu, hansı ki onu gətirdi sonda arm triangle çokla sonlandırdı da. Arm triangle idi, bravo idi, heç bilənmədik, çünki heç biri deyildi əslində. Sonlandırdığı çokda da o rolda mənim də ən çox xoşuma gəldi. Roldan birbaşa full guard'a keçdi. Fikir verdin, rolun axırında full guard'daydı. Yes. Rolun axırında full guard'daydı, full guard'dan da full mount'a keçdi. Full mount'da əsas diqqətimi çəkən məsələ nə idi? Arm triangle-a girəndə, indi jiu-jitsu ilə məşğul olan tamaşaçılarımız bilər, normalda arm triangle-dır, bravodur, bu çoklarda rəqibin üstündə qalmaq lazım deyil. Əl rəqibi cover eləyəndən sonra indi belə, indi nətər əmələ gəlsə də, İslam belə ümumiyyətlə heç burası almır. Onu cover eləyəndən sonra bədən rəqibin üstündən çıxmalıdır artıq və bədən bu rəqibdirsə elə bil rəqibin üstündə belə cover eləmsən də rəqibi və buradan çox eləyirsən məsəl üçün. Sonra bədəni ayırıb belə özünü rotate, rəqib qaldı yerində, sən çıxmalısan onun üstündə. Niyə görə? Özünüz də barmağınızı eləyin görəsiniz. Bir var belə sıxıram, bir var belə eləyirəm, daha da sıxılır. Təzyiq yaradır. Əlavə təzyiq. İslam məsələn Oliveira necə elədi? Sonra Naxaducu ayaqlarını atdı. Çıxan kimi də bir tərəfə, çıxan kimi də. Çünki orada sıxa-sıxa gedirsən də, belə qırağa doğru sıxırsan. Amma Arman belə bir şey eləmədi. Zəif texniyinə görədir, bəli. Ehtiyacı varmı elə bir şey eləməyə? Yox. Niyə? Çünki güləşdən gəldiyi üçün ehtiyacı var əslində, yəni o başqa adamlar ola bilər. Oliveira'nı apparently elə eləyə bilməzdi. Yes. Hooker-la elədi də, Hooker da gələn Hooker-a, gedən Hooker. Hə, Hooker adı bəs. Yes, adı üzərində. Yəni ki, bunlar hamısı yerində idi. Əsas o grip power-ının sayəsində belə deyək ki, submit eləyə bildi. Submission game-inin ümumiyyətlə jiu-jitsu'nun problemli olduğunu harda əsas mən gördüm. İndi dediyə dünən transitionların falan təriflədik. Transition again Hooker olduğu üçün idi rəqib. Oliveira ilə nə qədər yerdə qaldılar? 3 dəfə özü submission-a düşdü Oliveira ilə. Birində ona görə mən Armanı o qədər təqdir eləmirəm yerdə. Oliveira bunu actually udmuşdu. Bildin hansı moment? Oliveira saldı çoka, qutarmışdı. Arman da belə özün burax deyək ki, prosto vaxt keçsin. Orada elə bir çokda sıxmırdı heç. No, sıxırdı. No, elə belə dayanmışdı. Bell gəldi, başımı qutardı da yəni. Arman deyir ki, valla Arman deyir ki, orada dan olmuşdur, sıxmırdı yəni. Niyə sıxmırdı? Gözləyirdi. Yəni ki, yaxşı pozisyonda deyildi də, sıxa biləcək pozisyonda deyildi. I don't know. Orada Arman özünü buraxır ki, çapalayıb enerji itirməsin. Yəni o gəlir şeydə son 10 saniyədə. O səsi eşidəndən sonra özünü buraxır yəni. Bədənini boşlayır yəni o mənada. Yəni o 10 saniyə boğulacağını çoxdur amma eləmir də çoxla. Məncə o 10 saniyə eləmir də, nəsə gözləyir. I don't know. Məncə açığı saxlamışdı yəni. O 10-30 saniyəsi olsa boğub qutarardı kimi gəlir mənə. But I don't know. Again. Bilmirəm. Yəni amma 3 dəfə submission təhlükəsi tutdu. Eyni pozisyonda sıxıb 30 saniyə sonra qutarardı, yoxsa he would do something 30 saniyə sıxa bilməzdi ümumiyyətlə. Yes, o nədə də tutmadı. Yəni Oliveira'nın 30 saniyə vaxtı olsa, nəsə başqa bir şey eləyərdi, yoxsa elə onu sıxıb bitirərdi. Yox, eyni pozisyonda sıxıb, yes, 30 saniyə sıxmazdı da, yes. Başa düşdüm. Mən bilmirəm, I don't know. Sən də bilmirsən. Mən də bilmirəm. Mən də bilmirəm. Amma onu mən eşitməmişəm ki, Oliveira ya da ki, bir dənə Armandan eşitmişəm. Mən eşitməmişəm yaxşı. Amma o söhbəti də mən eşitməmişəm ki, bunun Bell save elədi bunu. Onu eşitmisən, hə? Yox, onu yox, mən şey eşitmişəm. Deyirdilər ki, Arman deyir orada özünü boşa verdi ki, enerjisini verməsin.
Hə, okey. Yalandan yox, yəni boşa buraxdı ki, o submissiondan fight eləməyi buraxdı. Hansısa raundun axırıdır, 2-nin sonu olmalıdır, I'm not sure. Anyways, Dan Hooker'dan yəni biraz jiu-jitsu problemləri var, amma Armanın kontrolunda problem yoxdur. Ona görə İkinin mənə elə axırı gəlir deyəsən. ki, yəni necə? 2-nin axırı. 20 saniyə var. 20 saniyə var. He has him. Then I'm wrong. Bax 16-da flat oldu. Then I'm wrong. Yəni yoxdur da bu. Bunun 1 dəqiqədə olsa heç nə deyə bilmir. Yes. Buraxar özdə onda yəqin bu qədər saniyə. Yox, buraxmır. Amma sıxmır da öyle bro, sıxır da elə bil, no? Valla bu az qalıb deyə he stops. Elə bil. Yox, 3-cü raunduymuş. Yes. No, bax heç də yox. O 26 saniyə bu pozitionda olub da yəni. Hələ 26 saniyə sıxan oğlan sıxardı, düz deyirsən. Yes. True. Yəni leverage yox imiş yəqin. Yes. Heç yox imiş, yox. Çünki bu burada belə sıxmaq olmur. Nəsə eləməlidir. Ayağını zadı hook eləməlidir məncə sıxa bilmək üçün. No. More than enough. Yeah. Sıxa bilməli deyəsən. Okay, I was wrong. Amma at the end of the day, deyirəm, yəni bu təhlükəyə düşdü. Yes. Submissiona düşdü də. Deyibə burada da gilyotinə düşüb. Yes, birində də triangle düşüb. Triangle-dan çox tez. Gilyotin çox pis idi özdə. Triangle-dan amma çox tez çıxdı. O yaxşı idi. Anyways, İslamın amma bu cür jiu-jitsu yoxdur məncə Oliveira qədər. Yerdə sırf jiu-jitsu baxımından ki, Armanı ya da İlyanın o yoxdur. Yəni əgər Arman İlyanı yerə alsa, tutaq ki, yerdə onu kontrol eləyər. Okey, özü də submit eləməz, amma submit olmaz. Ki Oliveira'ya submit olmayıbsa, məncə İlyaya submit olmaz yəni. Anyways, əsas mən bir problemini də harda gördüm Armanın, yenə submission problemlərindən danışırıq burada, sırf jiu-jitsu problemlərindən. Birinci raundun artıq ortalarından sonra Arman deməli şeyə aldı, crucifix positionuna gətirdi vəziyyəti. Crucifix də deyildi əslində, sırf side controldan keçdi, crucifixə yaxın bir pozisiyona keçdi. Bir nöqtədə hətta o Kimura'ya götürməli olduğu əl yox, digər əlini rəqib öz ayağının altına da saldı. Artıq o bir əl yox idi. Orada bir dənə Armanın eləməli olduğu o qalmışdı ki, ayağını Dan Hooker'ın başından keçirsin və Kimura'nı tamamlasın. O da heç ağlına gəlmədi elə bil. Elə bil ki, çünki heç try eləmədi ya. Cəhd eləmədi. O deyəsən ağla gələn bir şey deyil. İslam'a da Xəbib deyil. O deyəsən hamı yadından 20 çıxır. İslam məşq edib onun da ağlına gəlmir. Yes. Amma var, məncə elə insanlar var. Gəlmir. Həqiqətən var elə insanlar Necə? məncə amma. Ağlına gəlmir. Gəlməyə bilər də məncə. O biraz wrestler tərəfindən fikirləşir deyə. Okey, bilirik ki, belə bir submission var, bunu belə eləyirlər. Döyüşün içində amma o özü wrestler elə bil ki, o zondan çıxır da, yəni. O Oliveira'nın ağlına gəlir də məsəl üçün. Oliveira hardan gəldi triangle tapa bilir. Triangle çokun necə olduğunu hamı bilir də yəni. Oliveira orada vəziyyətə baxır ki, mən bunun onbasını biraz itələsəm triangle-a boşluq yaranacaq. O amma başqasının ağlına gəlmir. Başqası deyir ki, abi bu dəqiqə döyüşdəydim, başını yaxın saxlayım, qalxmasın yuxarı. Oliveira amma deyir, başını biraz boşlayım, qalxan kimi triangle çıxardaram, məsəl üçün. Whatever. Yes. Heç nə danışdım da, nə qədər danışmadı. Can danışdın, hə. Belə yekunlaşdıraq da onu da yavaş-yavaş, hə? Dan Hooker haqqında nə deyirsən? Dan Hooker heç nə deyəcəm. Dan Hooker onsuz da elə-belə gəlmişdi bura. Bu gün ücə podkastda çıxıb bir dostu ilə. Deyib, it's okay that you swing big, you miss big. Nə swing, heç də swing eləmədin. Yaxşı, belə Arman striking haqqında nə deyirsən? Çox qəşəng. Arman striking həmişə okey idi, yəni. İslamınki qədər okeydir sözün açığı. Yes. Məncə equally bad, equally good. Arman İslam çox kompetitiv olaraq yəni. Yes. Crazy kompetitiv olaraq. Yes. Armandan sual verirlər ki, Arman, you versus İslam. Deyir hansı çəkilə? Yes. Deyir 155-də, deyir 155-də mi? Amma 170-də inanmır. Yes. Amma haqqıdır amma. Çünki o deyir wrestlingdə çəki artdıqca biraz under şeyə düşürsən də. Yes. Disadvantage-ə düşürsən. Arman yaxşı oğlandır, brat. Mən Armanın intervyularına baxıram. Arman yəni çox normal qaqaşdı və kimsə barədə komment verəndə də arada onun şeyi var, biraz aqressiyası var, cəmaatı da vurur axı. Yes. Amma onun quyruğuna basmasan heç aqressiv bir uşaq deyil və çox fair danışır. Yəni xəlbi zad həmişə praise edir, fikir vermisən ona. Bizimkilərə qarşı da çox şeydir.
Actually. Yes. Heç vaxt Azərbaycan Ermənistan onların əmrində belə söhbət eləmir. Heç vaxt. Nazimlə də arası çox yaxşıdır bu arada. Yes, olsun. Azərbaycan deyir ki, mənim cibimdə Azərbaycanlılar da məşq eləyir, biz dostuq, qardaşıq. Deyir ki, prosta religious və siyasət və din haqqında fikirlərini gəlib burada danışmasan, sənə dostlar. Yes. Arman İlya. Bu döyüş istəyirik. Hooker'ın başını buraxıram da. Keçdik. Hooker deyir şeylə dalaşmaq istəyirəm. Manny Moicano ilə. Allah bomba kimi. Baxarıq. Baxarıq. Yes. Hooker'a yaxşı strikerlar versinlər. Hələ Moicano oyna. Yaxşı striker yox. Moicano zət. Gatesin də vermir. Rafael Fiziev. Yeah, Fiziev. For real. Yes. Okay. Gəldik Arman. Arman, yəni pipə demədim başını buraxın Arman. Arman bu title'ı deserve eləyir. Əvvəlində arada səhvdə də eləyib. Cavanlıq, şıltaqlıq eləyib və özü də dedi ki, yanvarın axırına hazıram. Məncə o fightdandır. İndi burada dünən də bunu danışdıq. Deməli, fightdan əvvəl belə bir şey var idi onsda ki, İlya ora gəlmişdi. İlya gəlmişdi o heç. Paddy gəlmişdi. Paddy forumdaydı. Bunu dünən keçən dəfəki verişdə danışmışam. Paddy forumdaydı, Paddy gəlmişdi. Paddy ilə bunu üzləşdirdilər. Yəni ki, Paddy və İlya onsda build-up olunurdu. Bu ayrı. Bundan başqa, indidən niyə build-up edirlər? Çünki yəqin az qalıb, tamam. Yəqin ki, növbəti açıqlanmayan pay-per-view rəqəmli UFC-də artıq döyüşəcəklər. Düzdür, İlya döyüşəcək, dəqiqdir bu. Amma niyə Paddy ilə açıqlamırdılar bu qədər dəqiqdirsə? Gözləyirdilər ki, Armanın döyüşünü. Çünki gözləyirdilər. Növbəti rəqəmlidə nəsə də, yəni yanvardakı UFC 324-də İlyanın döyüşəcəyinə dair daha 2 ipucumuz var. Nədir bunlar? Armandan soruşdular pre-fight, döyüşdən əvvəlki intervyuda ki, sən bu döyüşdən sonra yanvarda döyüşmək istəyərsən İlyan. Niyə yanvarda deyir ki? Yanvardakı 324 yanvarda da və yanvarda bir dənə UFC var, rəqəmli. Demək ki, ora bir şey hazırlanır. Və eyni zamanda biz əvvəldən bilirik ki, yəni bunlar əvvəldən bəlli olur, sonradan açıqlanır da bunun bir müddət olur. Arman qalib gələndən sonra nə dedi? Hazıram, yanvarda döyüşməyə. Yes, gətirin. Deyər ki, qardaş, hazıram, mənə biraz vaxt verin, özümə gəlin fevralda. Niyə deyəm? Bu söhbətlər olub da demək ki. Demək ki, olub da. Everything is ready. Arman İlya Topuria Paramount'un ilk döyüşü. 100%. Rəqəmli döyüşü. 100%. Paramount'un ilk rəqəmli döyüşündə də Qafqaz zonasından 2 döyüşçü olmağı bizim üçün sevindiricidir, həm də biraz kədərləndiricidir ki, birini məğlub olacaqdı ya. Yox, Qafqazda 3 dənə ölkə var, ikisi döyüşür, bir dənə biz döyüşmürük. Kind of insan. Fəxr edirik amma. Fəxr edirik amma bizə də gəlsin də. Yes, gələr inşallah. Gələr inşallah. Azərbaycandakı MMA-yi hamımız, hərəmiz bir damcı qarğanın apardığından hərəmiz bir dənə aparsaq gələcək. Biz edirik öz işimizi. Biz özümüzünkini edirik ya. Siz Ermənistandakı KO Podcast Arm kanalının 5000 izləyicisi var. Bizim niyə yoxdur əziz tamaşaçılarımız? Okay. Yes. Burada bir şey qaldı. Not really. Heç nə qalmadı. Arman, Paddy Pimblett orada qalsın. Amma Paddy'nin bir problemi var ki, yoxdur problemi actually. Paddy onsuz da döyüşməli deyil daxil yəni. Yes. Yəni ki bir şey olaraq. Competition baxımından. Haqqada. Yox, Dustin getdi, Justin o deyil, Hooker o deyil. Paddy kimi udub, yəni axırıncı qələbəsini Michael Chandler'dan gəlir. Paddy'nin udduğu heç bir başqa kim var ki orada? Yoxdur. Başqa Oliveira var da məsələn. Oliveira Paddy'nin döyüşmədiyi adamlar içində. Max Holloway var. Verməzlər. Yəni rəngdə Paddy'dən qabaqda insanlar var və amma Paddy ilə şey gedər ha. Max Holloway gedər. Amma Max Holloway bu yaxında kim call-out elədi? Oliveira. O 100% olasıdır evrat. Yox, bildim. 100%. No? 100%. Hamı görmək istəyir yəni. Yes. Sadəcə olaraq Paddy-yə mən niyə razı deyiləm? Məncə heç bir kontenderi udmamış bir insan. Təbii ki. Sırf adam qalmayıb deyə və aralarında söz-söhbət olub deyə. Söz-söhbət də ki. Amma mən onu bəyənirəm açıq. Bilirsən nəyi bəyənirəm? Bu Topuria çempiondur da. Nə vaxtsa bu buna disrespect eləyib. Yes. Bu indi deyir çempiondur qaqaş. I have the right. I'm giving you a chance. Gəl sən mən. Yes. İşimizi həll eləyək. I love that. No, razıyam. Selling fight baxımından razıyam. Yəni real həyat baxımından razıyam. That I don't know. Yəni on competitive bu adam bəlkə peti adamdır.
Petinə məndə. Yəni ki, bu qıraq saxlayır da. Deyirsən mənə belə eləyirdin, mən onda hələ eşkim idim. Sən özünü çox köynə aparırdın. Now let's make things straight. Başa düşürəm. Amma Potapuriyanın onu demək səbəbi Padini özünə daha rahat rəqib görməkdir, nəinki Armanı da, yəni. Bunu məncə mən demirəm İlya Arman barədə shit talk eləsin ki, deserve eləmir zət deməz də, I hope. İlya deyir ki, elə. İlya deyir ki, Armanı versəz title vacate edir, dalaşmıram onunla. O niyə deyir, I don't know. İstəmir də məncə. Vallahi yox, qorxur söhbət. Mən ümumiyyətcə bunları danışanda həmişə cəmaət deyir, qorxur ki, qorxmaq yəni ay Allah məni döyəcəyi qorxmağı deyil. Yəni sənin şansın var ki, çox daha udmaq ehtimalın yüksək olan rəqiblə döyüşüb, nə bilim 3 milyon pul götürəsən. Ya da uduzmaq ehtimalın da çox olan bir rəqiblə döyüşüb, nə bilim 2 milyonu qoyasan və uduzsan bütün o hype-ın sonrakı döyüşlərdə qazana biləcəyin potensial pul nə edirəmiş onu yəni. O Merabın Umarla dalaşmaq istəməməyi kimi də, yəni ondan deyir ki, bu deserve. Still udu ama, orası da zor. Hə də, yəni ona görə, yəni qorxur deyə deyil. Prosto fikirləş ki, nə edirəm Umar, yəni elə Şan Umar ilə 15 dəfə dalaşıb hər dəfə pulu basaram da cibimə. Niyə Umarla döyüşüm ki, yəni? Bu qorxmağa görə deyil, amma uduzmaq ehtimalı var da, istəmir. Riskə atmır da, yəni. Padini çox rahat udar İlya məncə. Hə də, yəni. Bir dənə də highlight for reals, you know? Yəni də. Yəni sənə desələr ki, sənə eyni qədər pul verəcəyik, bir dənə çətin iş var, bir də asan iş var, hansını eləyərsən də. Baxır ha, it's good question. Asan işi görmək daha eyni qədər pul veririk də sənə. Yes. Eləyə bilməsən amma yarım pul alasın. Burası bir məsələ var ki, İlya yəni bir özünü legend şeyinə yaradıb da və Topori şeylə də alam, Max Holloway knockout, bu knockout ona yaraşan hərəkət əslində tough challenge götürməkdir. Hə, o mənə gəlir ki, ancaq Xəbibin qruğunda var. Vallahi. O anlayış. Qruğu deyəndə Xəbib İslam, başqa bir qruğda adam yoxdur. O levelda yoxdur axı elə bir. Yes. Bir də onu götürməyə gərək skillin olsun da backup eləməyə. Ha da yəni. Onların skilli var deyə elə. Onlar good point. Yəni Xəbib əslində əsl elə oğlan onlar deyil. Əsl elə oğlan, nə bilim, Max Holloway. Volkdur. Hə. Yoxdur və deyir, ay sağ ol. Xəbib nədən? Bobby Green'dir misal. 100% razıyam. Yes. Xəbib yəni əlbəttə kimi olsa verin deyir. Bilir ki, hamıdan çox. Ona görə də o vaxtı Xəbib rəqibi yoxdur. Ringin ortasında dalaşan vaxtı deyir ki, I will smash all your lightweights, Dana yazıda danışır. Yəni mənə həmişə maraqlı gələn o da ki, deyir I will beat you easily deyirsənsə bir adama, niyə onunla legacy fight-a çıxırsan ki? Hə, yox, Xəbib adında Xəbib üçün demirəm. Arada onu deyirlər ki, belə I will beat you easily deyirsənsə, sən özün onu özünə challenge actually görmürsənsə, onda find who is challenging da. Demək ki, arada onu deyir də, misal easy deyir də, tutaq ki, nə bilim, give me this guy, tutaq ki, o rankingdə next olmaya bilər. Nə bilim, yol Romero ilə zatdan. Ki, amma mənim gözümdə he's the toughest guy da, yəni give me that one. Easy onları götürdü amma. Şişim, Easy'nin orada haqqın verək. Easy ilə UFC-nin gözündə də ona görə məncə. Dana həmişə onu deyirdi ki, o deyirdi ki, qardaş, filan kəsə verim. Hamı ilə döyüşdü, hər tip fighterla elədi də yəni. Bir çempion və hamısında özü call out edir də, by the way. Adətən çempionlar çox, düz adamları, yes. Pereira'nın da özü call out, we all know who is Poatan. Yes. Easy ürəkdir o cəhətdə. Yes. Nə qədər complete olmasa da ürəkdir. Belə, UFC 322 deyildi bu. Sadəcə bir fight night idi. Qatar. Amma Qatar, UFC Qatar. Yekunlaşdırdıq. İnşallah növbəti bu ilin sonunda bu suallarımızın heç birinə aydınlıq gəlməyəcək yəqin ki. Yes. Gələ bilər. Yox, gələr. Gələr, o vaxta gələr. Məncə açığı 3-5 günə deyəcəklər. Yes, yəqin ki. Arman versus nə bilim nə. Paramount Plus. Arman İlya deyirsən, o kimsən? Arman İlya 100%. Mən də Arman İlya deyirəm. Bet eləməyin adı yoxdur. Ya, bet haram məndə. Arman İlya, yanvar ayı və kim qalib gələcək? Bunu artıq yanvarda danışarıq. Yanvardakı verişdə danışarıq. 2026 nə ildir? 2026, 2014 nə il idisə də, 2002 də nə il idisə. 2002-də var da olan tanıdığın. 90-da var. Daldala gedib tapa bilər ancaq, belə bilmirəm mən. 90-da? 90-da, hə, bazım 90.
You should have known this. I don't know. Ben yox da John. 2026 90-dan dala gedək. 78, 66, 66-da da yoxdur tanıdığım. 54-də də yoxdur. 54-dən geri tanıdıqlarımda. At ilidir. At iliymiş. Okay. ən gözəl, ən sevdiyim heyvan. Həqiqi? Valla. At uşaqlıqdan. Out of that many animals. Yeah, definitely. Mən uşaqlıqdan böyük at fanatı olmuşam. Həmişə mənə əmim söz verirdi ki, gəl at alacam, gəl at alacam. I still remember that əmi. Mən heç söyləməmişəm açığı. At amazing heyvan. At elə bir itin ultimate-idir mənim üçün. Yo, bildim. Yoldaşda amma minə də bilirsən. Beynimdə fikirləşməmişəm mən. Heyvan listi. Hə, doğrudur. Birinci ən xoşladığım heyvan deyə bir şeyim olmuş. At amma şeydir də, partnerdir də at. Hə də, hə. Ona görə it də zor da partner. If I have to choose, pişik götürərəm mən açığı. Hə. Pişiklə yaşamaq çox maraqlıdır. Bu il snake idiymiş. Amma bu il fikir verdin necə, hardan gəldi, hardan getdi bilmədik. Yes. Buradan bütün ilan tamaşaçılarımıza salam göndərmirik. Yes, 2025, onda 2013, 2001. Gəl bir 2001-ə bax, bir 2007-yə, 15 ildir çempionat dağıdıram. 89-a düşür. Qardaşım da ilan elədi. Qardaşım ilan eləymiş. Hə, bilmirdin. Nə oldu? Biri bu qardaşın çıxdı, biri bacın çıxdı. Dalbadaldı da. Hə, bilir fən, ona görə çıxdı. Okay. Mən deyirəm 12 daldalı gedə. Mən it eləyəm, sən nə eləyirsən? Mən öküz eləyəm. Heç demərəm. Hə, gələcəkdə amma hələ. Qırmızı öküz amma mən. O öküz ilinin şeyi var imiş. Başqa dozalar var. O biri heyvanlarda da yəqin ki var. Mənim mamamda it ilidir. O deməkdir ki, aramızda nə qədər fərq var? 36 il. Bəli. Mənim də atam da öküz ilidir. O da exactly o deməkdir ki, 36 il fərq var. Bəzi tamaşaçılarımız ola bilər. Deyə bilər ki, anamla atamla eyni ildəyik, amma nə bilim 24 il fərq var. Ola bilər. 12-yə bölündüyü şəkildə olursa. En daxildir Z. Yes. Necə idi o? 0 mod 12. Bu dərsləri daha yaxşı öyrənmək üçün başqa kurslara müraciət eləməyin bu dəfə. Ehtiyac yoxdur. Kommentə nəsə yazın da əlaqə qurarıq da. Oldu. Peace. Sağ olun. Drakaris. Düşdü Drakaris.